İpoteka və kredit zəmanət fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilən yaşayış sahələrinə mediatur təşkil edib. Bu mexanizm vətəndaşlara tam təmirli mənzilləri aylıq ödənişlərlə kirayəyə götürməyə, müəyyən müddətdən sonra isə həmin mənzili özəlləşdirərək satın almağa imkan verir. Salam, xoş gəldiniz. Buyurun. Uzun illərdir ki, öz evimin olmağını arzuluyordum və bu layihə ilə tanış olandan sonra layihəyə başvurdum və çox uyğun şərtlər altında, çox minimum ilkin ödənişlə, aylıq ödənişlə tam uyğun olaraq mənə ev və mənzil sahibinə oldum. Düşünürəm ki, kirayə mexanizmi gənc ailələr və orta gəlirli vətəndaşlar üçün çox uyğun və real bir fürsətdir. Nərgiz Rızayeva satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən may ayında yararlanıb. O indi Binəqədi rayonu Cəfər Xəndan küçəsində 3 otaqlı evdə ailəsi ilə birgə yaşayır. Bu il Nərgiz Rızayeva ilə yanaşı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun Saray qəsəbəsində 2796 nəfər də tam təmirli mənzilə köçüblər. İlkin ödəniş olaraq 1 illik aylıq ödənişin məbləği ödənilir. Aylıq ödəniş 1840 manatdır. 3 otaqlı mənzil 110 kvadrat metr əhatə eləyir. Təmirli, yaxşı şəraitdə mənzil əldə eləmişik. Mənzillərin təmirində yeni və müasir tikinti materiallarından istifadə olunub. Mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb. Təklif edilən mənzillərin yerləşdiyi ərazi geniş həyətyanı sahəyə malikdir və zəruri sosial infrastruktur ilə təmin olunub. İndiyənədək əhaliyə Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə 17 fərqli ünvanda kirayə mənzil mexanizmi ilə evlər təklif edilib. Mexanizmdən yararlananların 60%-dən çoxu isə gənclər və gənc ailələrdir. Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir. Müraciətlər tam avtomatlaşdırılıbdır, yəni proseslər tam avtomatlaşdırılıbdır. Vətəndaşların müraciət anından seçim anı, yaşayırsan seçim anına kimi bütün prosesləri öz elektron kabinetlərində özləri rahatlıqla icra edə bilirlər və təbii ki, seçim etmiş vətəndaşlar da ən qısa vaxtda 3 iş günü ərzində bütün proseslər tamamlanır və mənzil sahibi olmuş olurlar. 2026-cı ildə də yeni ünvanlarda Bakı şəhəri, Sumqayıt və Abşeron rayonlarında təbii ki, tələbdən asılı olaraq yeni ünvanlarda mənzillər alınaraq vətəndaşlara təklif ediləcəkdir. Qeyd edək ki, kirayə mənzil mexanizminin tətbiqinə başlanıldıqdan bəri, yəni 5 ildə 9053 nəfərlə kirayə müqaviləsi bağlanılıb. Nərmin Malik qızı, Nuran Ələkbərli, ASTV xəbər.